Salam. Bugün sizinlə Quran-ı Kərimdə bir məsələni ələ almağa çalışacağıq. O da bundan ibarətdir ki, bir çox ayətlərə baxdığımız zaman kafir toplumun Qur'anın nazil olduğu devirdə vəhyin müxatabı olan Nəbi olan Rəsula, Muhammed Nəbiyə müəyyən bir ifadələr işlədirlər. O nədən ibarətdir? Ki, bu onu özündən uydurdu deyə. Məsələn, Hud surəsi 13-cü ayəni götürürəm. Çünki bu ayət həm onların iddialarını ortaya qoyur, həm də o iddiaya cavabı ortaya qoyur, meydan oxumanı ortaya qoyur. Ayətdə ifadə bundan ibarətdir ki, deyir, yoxsa onlar o onu özündən uydurdu dedilər. Həm onların uydurma iddialarını gətirir qoyur və cavab olaraq deyir ki, əgər doğru danışırsınızsa, ona bənzər uydurulmuş 10 surədə siz gətirin və Allahdan başqa kimi bacarırsınızsa köməyə çağırın deyə bir ifadə vardır. Bu ayətin həm onların uydurma iddialarını Allah başqa ayələrdə gətirir, həm də bu cür meydan oxumanın fərqli formalarında Allah ortaya qoymuşdur. Məsələn, baxsanız görərsiniz ki, Allah Quran-ı Kərimdə belə deyək də, onların özündən uydurduğu iddialarına Nəhl surəsinin, yəni uydurduğu iddialarını Nəhl surəsi 101-ci ayədə, Ənbiya surəsi 5-ci ayə, Furqan 4-də, Səcdə 3-də, Səba 8-də, Şura 24-də, Əhqaf 8-ci ayələrdə davamlı olaraq bunlar bir şey iddia edirlər ki, bu onu özündən uydurdu. Başqa bir toplum ona kömək elədi. Kimi fikirlər səsləndiyini görmüş oluruq. Və eyni ilə də Allah da bunlara təhəddu deyərlər ənənəvi dində, yəni meydan oxuma. Yəni açıq şəkildə Allah meydan oxuyur. Hansı ayələr? Məsələn, biri ilə dedik ki, Hud surəsi 13-cü ayədir. Digəri isə məsələn baxsaz Bəqərə surəsi 23-24-cü ayə, Yunus surəsi 38-ci ayə, İsra surəsinin 88-ci ayəsi və 52-ci Tur surəsinin 34-cü ayələri kimi ayələrlə Allah açıq şəkildə bir meydan oxuyur ki, bunlara əgər bacarırsınızsa siz də onun kimi bir ayə, bir surə, bu Hud surəsində dediyi kimi 10 surə gətirin deyə bir meydan oxumanı açıq şəkildə ortaya qoyur. Və mən burada bir şey fikirləşdim ki, həmişə bunu düşünürdüm ki, burada nə var ki, yəni həm də o cür bir devirdə, yəni Peyğəmbər peyğəmbərlik etdiyi devirdə şeiriyyətə, ədəbiyyata, şairliyə çox üstünlük verirdi ərəb toplumu arasında, klassikada. Bunu görmüş olarsınız. Bu qədər ərəblərin, bu qədər söz ustaları olduğu halda 3 sətirlik, yəni Quranda ən qısa surə 3 sətirlik surədir. Məsələn, Kəvsər surəsi kimi götürsək və yaxud da Əsr surəsi kimi götürsək, qısa surələr var. Yəni belə bir surəni ən azından bir surə olaraq belə bir surə gətirə bilmədilərmi ki, ən çətin olan işə girdilər, döyüş. Yəni ölmək var, öldürülmək var, yəni itkilər var, bu qədər yəni xaos yaradan bir işə girdilər. Yəni bir kəlmə Allahın bu meydan oxumasına təhəddüd edilən şeyi etsəydilər, meydanlara demirsən bir surə. Allah sənin dediyin surədən də daha məntiqli, daha indi gətirəcəm məsələn ən qısa surəni mən primitiv misal çəkəcəm. Burada danışacağım onun barəsində. Gətirə bilərdilər. Və mən buna dair, Kəvsər surəsinə dair təbii ki, videolar paylaşılıbdır. Onu da gördüm. Düzdür, onun bir yeri ilə razılaşmadım. Çünki o Qur'ana əsaslı deyildi. Son dediyi bir fikir var. Orada nəhr kəlməsinə işlənən sözü haqqındakı qurban kəsmə deyə. Mən o fikirlə razı olmadım. Ona görə onu surə əsaslı deyil də, o məsələ surə əsaslı deyil, ənənəvi dinin adətlərinə əsasən qurulub. Önəmli məsələ də deyil zaten, onu deməsək də zaten geridə qalan məsələlər yetərlidir, şərt baxımından. İndi mən o videoya baxandan sonra qərara gəldim və bir məqalə hazırlamaq istədim. İndi nə qədər faydalı olacaq, yəni də onu Allah bilir. Allah hamımıza kömək olsun. İnşallah mən öz məqaləmi sizlə paylaşacağım. Deməli, Quran-ı Kərimin ilahi mənbəli olmasının ən açıq və birbaşa dəlillərindən biri onun meydan oxumasıdır, yəni təhəddi məsələsidir. Allah Quranda dəfələrlə insanları və cinləri, burada cin deyiləndə insi və cinniləri, yəni tabi olunan toplum və tabi olan toplumu açıq çağırış səsləyir, açıq şəkildə dəvət edir. Əgər bu kitabın Allahdan olmadığına inanırlarsa, onun mislində əvvəlcə bütün kitab səviyyəsində, yəni belə deyək də, eyni onun bənzərində, sonra ona belə deyək də, bir surə, 10 surə deyə, daha sonra isə tək bir surə belə gətirin deyə meydan oxuyur. Amma bu istəyin qarşısında onlar susurlar. Bu meydan oxuma sadəcə ədəbi üsluba deyil,
mənaya, quruluşa, daxili nizam və şahidliyə yönlənmiş bir üslubuydu. Qurani Kərim bu çağırışı edərkən bir şərt də qoyur. Öz şahidlərinizi də çağırın deyir. Bu işte şahid sözünü biz məqalə baxımından ala almışdıq. Ənam surəsi 19-cu ayəti ilə ki, hansı kəsin şahidliyi daha böyükdür, hansı şey şahidlik baxımından daha böyükdür. De ki, Allah sizlə mənim aramda şahiddir. Bu Quran mənə vəhiy olunur. Buradan anlayırıq ki, şahiddən qəsd vəhiy kitabını ortaya qoymaq, ilahi dəlili ortaya qoyan şahiddir və Quran isə onun şəhididir deyə şahidlik və şəhidlik mövzusunda mən hardasa 7 dənə video çəkib paylaşdım. TikTokda da var bu videolarım, YouTube'da da var. İstəyənlər onları izləyə bilər. Qurandakı şahidlik mövzusunu çox ətraflı və geniş bir şəkildə ələ almağa çalışdım. Deməli, şahid dəlil gətirən deməkdir. Yusuf surəsi dedik ki, 26-cı ayə əsasən və dəlilinə isə şəhid deyilir. Yəni, bu aşkardır. O idi ki, Allah deyir, şahidlərinizi də çağırın. Yəni, dəlil gətirə bilənlərinizi də çağırın, kömək eləsinlər sizə. O idi ki, mənaya, quruluşa, daxili nizama və şahidliyə yönəlmiş bir meydan oxumadır. Qurani Kərim bu çağırışı edərkən bir şərt də qoyur. Öz şahidlərinizi də çağırın deyir. Yəni, iddia təkcə emosional deyil, dəlilə əsaslanan bir iddiadır. Elə bu nöqtədə Quranda Allahın şahidliyinin öz Qur'anı ilə olduğunu dedik ki, Ənam 19-cu ayədə və başqa şahidlərə isə Ənam 19-un davamında ilahlıq istinad edilməsinin qəti şəkildə rədd edildiyi bildirilir. Sual verilir ki, yoxsa siz Allahdan başqa ilahlarmı qərar verdiniz? Denən mən şahidlik etmirəm. Yəni, mən ilahlıq etmirəm. Mən özümü Allahın yanında bir əlavə şahid kimi ortaya qoymuram. Demirəm ki, bu Allahın dəlilidir, bu da mənim dəlilimdir. Yəni, Allah deyir ki, mən şahidlik etmirəm. Çox gözəl bir şəkildə Allah orada açıqlayıbdır. Və başqa şahidlərə ilahlıq istinad edilməsini qəti şəkildə rədd edildiyi bu ayətdə açıqlanır. Nəbi isə bu nöqtədə sadəcə təbliğ edən mövqeydədir. İlahlıq və ya ortaqlıq iddiasından açıq şəkildə uzaq durur. Uzaq tutulur. Bu məqalədə məqsədimiz Qurani Kərimin bu meydan oxumasını struktural, riyazi və mətin daxili nizam baxımından izah etmək, xüsusilə Kəvsər surəsi üzərində bu, belə deyək də, gözəlliyi, Allahın bu meydan oxuma mexanizminin, belə deyək, el arasında deyilir də, möcüzəliyini konkret və ölçülü bir şəkildə ortaya qoymağa çalışaq. Deməli, meydan oxumanın mahiyyəti nitq yox, sistemdir. Birinci bu başlığı düşünəyin, bir də təkrar edək. Bu meydan oxumada Allah deyir, onun kimi bir surə gətirin. Bir dəfə mən TikTokda baxmışdım. Biri deyir ki, hala mən də gətirdim. Bir surə qoy, gülməyim gəldi. Çünki şərtləri başa düşmür. Mən Kəvsər surəsini qoyacam sənin qabağına və yaxud da bu iddiadadır ki, burada nə var ki, mən də gətirərəm. Mən də 10 dənə yox, 5 vərəq də yazaram. Belə iddia edənlərə. Mən isə onlara bu şərtləri sadalayacağam və deyəcəm, indi heç Quranı qoyuram kənara. Sadəcə Kəvsər surəsi üzərində bu şərtləri əməl edin və Kəvsər surəsi kimi onun mislində bir dənə söz toplumunu qoyun ortalığa və Kəvsər surəsi kimi məntiqli, ecazkar, bəlağətli, fəsahətli və hikmətli, bütün, yəni mənasız söz toplumu olmamalıdır. Aydın nə demək istəyirəm? Dedik ki, meydan oxumanın mahiyyəti nitq yox, sistemdir əsas məsələ. Burada önəmli olur. Qur'anın meydan oxuması şeir yazmaq yaraşması deyil. Şeir yazmaq yarışması da deyil, yaraşmır da heç. Yəni Allah deyir ki, ona şair deyil, deyir ki, o şair deyil, heç ona şeir də yaraşmaz. Yasin surəsində bir ifadəsi var bu barədə. Deməli, bu dediyimiz kimi Qur'anın meydan oxuması şeir yazmaq yarışması kimi götürülməməlidir. Çünki Qur'anın qarşısında duran cəmiyyət şeir və bəlağətdə zirvə etmiş bir toplum idi. Zirvədə idilər. Problem, bunlar bu zirvədədirlər. Amma bir üç sətirlik bir şeir qoya bilmədilər elçinin qabağına. Məsələ bu deyil. Burada olan müşkül söz tapmaqda yox. Məsələ bu deyildi. Problem elə bir mətin sistemi qurmaqda idi ki, bu sistemdə nə olmalıydı? Daxili ziddiyyət daşımır, bir. İkinci, riyazi və mətin nizamını qoruyur. Üçüncü, mənanı strukturla kilitləyir. Dördüncü, zaman keçdikcə yeni qatlar açır. 4 dənə şərt qoyduq, gördün. Bu səbəbdən Qur'ana cavab vermək əvəzinə o dövrün müşrikləri daha çətin yolu, müharibəni seçdilər. Çünki bir surə gətirmək iddiası dillə asan olsa da, reallıqda isə bu mümkünsüz idi. Hətta bu günümüzdə belə kompüter bunu eləyə bilməz.
Yapay zəka deyirsiniz ha, o belə bunu edə bilməz. Yəni o qabiliyyətdə deyil hələ ki. Baxaq indi bunu Kəvsər surəsi üzərində görək. Kiçik həcm, sonsuz dərinlik deyə bir başlıqla qoymuşam bunu. Kəvsər surəsi zahirən Qurandakı ən qısa surələrdən biridir. Lakin diqqətlə baxdıqda bu surə mikro səviyyədə makro sistem təqdim edər. Mikro səviyyədə görünür, amma makro bir sistemi ortaya qoymuş olur. Bir, kəlmə sayına baxırsaq, yəni Kəvsər surəsində kəlmə saylarına baxsaq, surə tam olaraq 10 kəlmədən ibarətdir. Yəni bütöv bir surə sadəcə 10 kəlmədən ibarətdir. Nə artıq deyil, nə əksik deyil. Təsəvvür edin 10 dənə kəlmə qoysalar Allah elçisinin qabağına, Allah meydan oxuyub bir surə gətirsinlər. Demirsiniz ki, bunu özündən uydurub, sizə elə bir gedin 10 dənə kəlmə gətirin. Amma bu 10 kəlmədə qoyulan şərtlərə baxaq indi. 10 dənə kəlmə var Kəvsər surəsində. O da bir surədir də. Hər ayədə fərqli 10 hərf keçsin. Şərt bax budur. Eyni hərfdən danışmır. Hər ayədə fərqli 10 hərf keçməlidir. 3 dənə ayədir və 3 dənə ayənin hər birində 10 dənə fərqli hərflər istifadə olunur. Hər bir ayə ayrıca təhlil edildikdə, hər ayədə işlədilən fərqli hərflərin sayı 10-dur baxırıq. Nə 11 deyil, nə 9 deyil yəni. Dəhşətdir. Bu çox mümkünsüz bir şeydir ki, sən söz quracaqsan, söz seçməlisən. Və bu sözləri seçdikdə elə eləməlisən ki, hər ayədə 10 dənə fərqli hərflər olsun. Bu təsadüfi ritim deyil, qorunan strukturdur əslində. Üçüncü, təkcə bir dəfə işlədilən hərflər, bu dediyimiz 3 dənə ayətdə, 10 kəlmədir də, 3 ayətdə. İşlədilən hərflər bütün surə boyunca, yəni həmin Kəvsər surəsində bütün surə boyunca yalnız bir dəfə işlədilən hərflərin sayı da 10 olmalıdır. Çünki Quran orada elə keçir. Bu isə mətndə həm sıxlıq, həm də balans yaradır. Anladınız demək? Yəni söz bundandır ki, həm dediyimiz kimi hər ayədə fərqli 10 hərf olacaq və təkcə bir dəfə işlədilən hərflərin sayı da 10 dənə olacaqdır. Sonra davam edirik. Dördüncü, ən çox işlədilən hərflər, yəni elə işlətməlisən ki, bir dənə hərf hamısından çox olsun. Bu 3 ayədə. Bir dənə hərf götür. Məsələn, Allah Kəvsər surəsində bu 3 ayədə ən çox işlətdiyi hərf əlifdir. Əlif hərfidir ki, 10 dəfə keçir. Nə 9 deyil, nə 11 deyil. Ən çox işlənən hərf əlif, çoxluq baxımından 10'dur yenə. Sən də işlət, o da 10 olsun. Yəni 10'luq pozulmayacaqdır. Hamısı 10'luğa girir. Aydındır. Ayə sonları da nə ilə bitir? Kəvsər surəsində R hərfi ilə bitir. Sən də bir hərf götür və ayə sonluğu o hərflə bitsin və həmin hərfin bütün ayələri Ra hərfi ilə bitir və Ra ərəb əlifbasının 10-cu hərfidir. Bu da 10'luq sisteminin bir başqa qatı olduğunu göstərir. Yəni sən də öz əlifbanda sıra sayında 10-cu hərf hansıdırsa, o hərf olaraq götür qoy ginən ora, yəni o surədə bu 10'luğu 10-cu hərfin simvolik rəmzi olmalıdır. Deməli, hər hərfi seçə bilmərik onda. Sən öz əlifbanda 10-cu hərf üzərindən bu proqramı qurmalısan. Bunu da gördük. Davam edir. Ra ilə bitən surələr, bir də əgər bir əsər düşünsək, və bu əsərdə 114 dənə surə paylaşılıbdır. 114 dənə başlıq var. Bu 114 dənə başlıq olan surələrin içində bütün surələrin hamısının ən son kəlməsi, məsələn deyək ki, indi biz baxacağıq, diqqət eləsək onu görəcəyik inşallah. Deməli, bütün surələr boyu baxanda və o surələrin də adını da inşallah sizlə paylaşacaq. Misal üçün, Maidə surəsini götürək. Ən son ayəsi və ayənin ən son kəlməsinin sonu hansı hərflə bitməlidir sualını qoysaq, R hərfi ilə bitməlidir. Deməli, Qur'an-ı Kərimə baxdığımız zaman, Maidə surəsi, Həc surəsi, Loğman surəsi, Fatir surəsi, Şura surəsi, Qəmər surəsi, Mümtəhinə surəsi, Nuh surəsi, Əsr surəsi, bir də Kəvsər surəsi. Bu 10 dənə surənin hamısının bitişi, finiş kəlməsinin son hərfi Ra ilə bitibdir. Bir əsər təsəvvür edin ki, bu əsərdə 114 dənə surə var və bu 114 surənin içində sadəcə 10 surənin son bitiş kəlməsinin son hərfi Ra ilə bitir.
Nə 11 deyil, nə 9 deyil. Bilmirəm, sözümü başa düşdünmü dedi. Quranda son kəlməsi Ra ilə bitən 10 surə vardır. Və Kəvsər surəsi bu siyahının 10-cusudur. Bu fakt artıq təkcə surə daxili deyil, Quran miqyasında Quranın nizamı göstərilir. Bilmirəm, tam başa düşdünüz ya yox. Devam edirik. Bu bir Kəvsər surəsi haqqında bir tapşırıq idi. Paylaşdım sizlə. Belə bir sistemi özündə barındıran bir surəni 3 ayədən ibarət olan və bu onluğu gördükdən sonra ərəblər nə üçün vuruşduğunu, niyə belə bir 10 kəlmə söz gətirmək əvəzinə vuruşub canlarından olduqları açıq şəkildə mənə aydın olur. Yəni bu mənim üçün yetərli olur. Və bir də bir başka bir videoda da görmüştüm ve ona dair özüm de bir video çekmiştim. TikTok'ta paylaşmıştım. Bu defa istedim onu bu söhbətimizdə qeyd edəm. Dəmir məsələsi haqqında istəyirəm bir məsələni deyəm. Bəziləri deyir ki, Qur'anın düzülüşü və surələrin sıralanması bunu Peyğəmbər zamanında edilmədi, sonraki devirlərdə olubdur. Bunun da böyük bir yalan olduğunu, əslində Allahın kitabının aciz göstərməyə, yetərsiz göstərməyə, onun barəsində insanları şübhəyə salmaq üçün hədis uyduranların uydurduğu bir belə deyək də yalandan başqa bir şey deyil. Niyə? Çünki əgər belə bir sistemdə bu cür Qur'an ayələrin düzülüş sırasının şəxslər və bəşər tərəfindən edildiyini iddia etmək absurd bir fikirdir. Çünki bir kitab yazacaqsan və indi gətirəcəyim üslubu sən orada düzəldəcəksən, bu mümkün bir şey deyil yəni. Diqqət edəyim. Deməli, Qur'an-ı Kərimdə ilk dəfə dəmir, hədid sözü ilk dəfə İsra surəsinin 50-ci ayəsində keçir. Və bu ayədən sonra, bəli, Kəf surəsində başqa ayələrdə dəmir kəlməsi işlədilir. Məsələ dəmir kəlməsi deyil. İlk dəfə, yəni Fatihədən tut, hədid sözünün başqa anlamları var. Həd, hüdud anlamları, amma hədid şəklində dəmir anlamında işləyən formasıyla İlk dəfə keçdiyi yer Qur'anın əvvəlindən da İsraya qədər heç bir yerdə işlənmir. İlk dəfə dəmir kəlməsi keçən yer Hədid surəsinin 50-ci ayəsidir. Və bu ayətdən sonra bir daha dəmir kəlməsi təkrarlansa da, amma dəmirin yumşalmasını bildirən ayət, yəni ərimə, əriyib yumşalmasını ortaya qoyan ayət daha 17 surə sonra, yəni 34-cü surə olan Səba surəsinin 10-cu ayəsində Allah deyir ki, biz Davud üçün dəmiri yumşaltdıq. Açıq ayədə deyir ki, biz dəmiri Davud üçün yumşaltdıq. Bu iki ayə arasında olan bütün ayələri toplasan, yəni İsra 50-ci ayədən qabaqçı ayələri saymıram, sadəcə İsra 50-ci ayənin özünü və ondan sonraki ayələri kalkulyator götürüb qabağınıza qoyun. Başlayın bir-bir İsradan sonra Kəf neçə ayədə onu topla, Kəfdən sonra Məryəmi, Tahanı, Ənbiyanı, ondan sonra Hədci, Müminunu, Nuru, Furqanı, Şüəranı və bu şəkildə Nəmli, Qəsəsi, Ənkabudu, Rumu, Loğmanı, Səcdə surəsini, Əhzab surəsini, hamısının ayələrini yığ bir yerə topla və gəl bir də Səba surəsinin 10-cu ayəsi də daxil olmaqla o ayəni də qoy onun üstünə. Toplam cəm 1538 alınacaqdır. Diqqət elədiniz? Yəni İsra 50-ci ayə daxil olmaqla Səba surəsi 10-cu ayə də daxil olmaqla bu iki ayə arasında olan toplam ayə sayı neçədir? 1538-dir. Doğru ya yox? İndi diqqət edin, xahiş edirəm. Əgər bunu Mərvan eləyibsə, Osman eləyibsə, Səhabə eləyibsə, sonrakılar eləyibsə, bu üslubda, bu nizamda bunun mümkünsüz olduğu ortaya çıxır. Yəni mümkün deyil ki, onlar bunu düşsünlər. Və gətirsinlər, bu kəlməni elə yerə yerləşdirsinlər. İlk dəfə dəmir kəlməsi keçən yerlə dəmirin yumşalması keçdiyi ayənin arasının toplam sayı 1538 alınsın. Bunu insan edə bilməz, bu mümkün deyil yəni. Heç Məhəmməd Nəbi şəxsi fikrinlə bunu edə bilməz. Bu ilahi bir düzülüşdür yəni əslində. Allah bunu bu cür düzülməsini ortaya qoyur. Aydındır nə demək istəyirəm? O idi ki, bu iki ayə arasında olan bütün ayələrin sayı 1538-dir. Müasir elmdə dəmirin ərimə temperaturu isə 1538 dərəcə olaraq qəbul edilir. Burada diqqət çəkən məqam budur. Ayə sayı ölçülə biləndir. Rəqəm iddia yox, nəticədir. Məhz yumşaldılma mövzusu isə
bu məsələ ilə üst-üstə düşür. Bu Qur'anın elm kitabı olması iddiası deyil, bu bilginin mətndə gizli strukturla yerləşdirilməsi faktını ortaya qoymuş olur. Nəticə olaraq cavab verə bilərik, bilmədilər. Onlar bu məsələyə aciz qaldılar və vuruşdular. Amma diqqət eləsək, bir dənə məsələ burada var. Əgər bu meydan oxuma cavablandırıla bilsəydi, müharibəyə ehtiyac qalmazdı. İqtisadi, belə deyək ki, ambargo mənasız olardı. Can və mal itkisinə girilməzdi yəni. Şüəra surəsində baxdığımız zaman bəhs edilən məsələn, şairlərdən bəhs edilən bir yer var ayələrin sona yaxın. Hər vadidə dolaşıb etmədikləri şeyləri danışan şairlər məhz bu iddianı dilə gətirən, amma reallaşdıra bilməyən kimsələrdir. Həmən orada ki, deyir, onlar hər vadidə gəzir və edə bilməyəcəyi şeyi danışırlar, azğını adlanır. Kimdir bunlar? Biz də onun mislində bir surə gətirəcəyik. Ənam surəsi 93-cü ayəti, qoyun yanını tam başa düşəcəksiniz. Ənam 93-də isə bu iddia açıq yalan kimi ifşa edilir ki, onlar dedilər ki, mən də onun mislində bir surə gətirəcəm. Amma gətirə bilmədilər. Gəzdilər, dolaşdılar, nə etdilərsə belə bir şeyi edə bilmədilər. Heç kim bir ayə belə gətirə bilmədi. Nə o gün, nə də bu gün. Hələ də bu meydan oxuma cavabsız olaraq onların susmasını ortaya qoymuşdur. Və Yunus surəsi 35, 36, 37 və 38-ci ayələr meydan oxumanın mərkəzi olaraq deyərəm ki, belə bir mərkəz qoyur Allah. Bu 4 ayə Qur'anda təhəddi, yəni meydan oxuma mövzusunun mərkəzi oxunu təşkil edir. Burada məsələ təkcə bənzərini gətirin çağırışı deyil. Məsələ Qur'anın müəllifinin kim olduğu, hidayətin mənbəyi, uydurma iddiamın mahiyyəti və insan zehninin necə işlədiyini açıq şəkildə ifşa edir. Yunus surəsi 35-ci ayədə Allah belə deyir. De, şərik qoşduqlarınızdan haqqı göstərən varmı? De, haqqı yalnız Allah göstərir. Yəni, heç bir şəxs haqqı göstərməz. Haqqı isə Allah nə var? Deyir, biz haqqı ataraq batilin üstünə o da onu puç edər. Allah öz haqqını öz kəlmələri ilə ortaya qoyur. Bax, bu da var ha. Bunu da yadınızda saxlayın. Mövzunun əvvəlində demişdim. Elə isə haqqa yönəldənmi daha layiqdir ki, ardınca gedilsin, yəni tabi olunsun, yoxsa özü yönləndirilmədikcə yol tapa bilməyən Allahdan başqa hər kəsin Allahın yönləndirməsinə ehtiyacı var. Yeganə yol göstərilməyə, yönləndirilməyə ehtiyacı olmayan, yəni nə isə öyrədilməyə ehtiyacı olmayan tək bir varlıq Allahın özüdür. Oydur ki, heç kəs, heç bir bəşər arxası ilə gedilməyə layiq ola bilməz. Yalnız Allahın göstərişləri ilə gedilməlidir. Yəni, məsələ ayətdə açıqdır. Bu ayət muhtəşəmdir. Bu ayət bütün Allahdan başqalarının dalınca insanları, gəlin bunun dalınca gedin deyənləri alt-üst edir əslində. Sizə nə olub, necə hökm verirsiniz deyə bir sual yönləndirir. Baxın, düstur nədir? Özü heç kim ona haqqı göstərmədən yönələn bir şəxs göstərin, ona uyaq. Belə bir adam var. Hamısı deyəcək, yox. Məhəmməd Peyğəmbəri gətirsən, belə özünə haqq göstərilib, sonra yönəlib bu adam. Mənə elə birini göstər ki, arxasına tabi olun gedim. Onun özünün heç kim tərəfindən haqq göstərilməyə, yönləndirilməyə, hidayət olunmağa ehtiyacı yoxdur. Allahdan başqasına sən bunu nisbət verə bilməzsən yəni. Burada dərin bir analiz var. Bu ayə sual forması ilə qurulmuş məntiqi təlqindir. Allah insanı düşünməyə məcbur edir. Əgər Qur'an haqqı göstərirsə və haqqı göstərən yalnız Allahdırsa, deməli Qur'anın mənbəyi də Allahdır. Burada nə emosional çağırış var, nə də qorxu. Saf, rasional sorğu var birbaşa. Yunus 36-cı ayətdə onların çoxu yalnız zənnə uyar. Halbuki zənn haqdan heç bir şeyi əvəz edə bilməz. Şübhəsiz ki, Allah onların etdiklərini bilir. Deməli, Allahın dediyindən başqa nə varsa hamısı zənnidir. Heç biri istidlali deyil. İstidlal Allahın vəhidir sadəcə. Anlaşıldı? Qalan yerdən, yəni bir dənə Allah qoyan ifadə. Qur'andan başqa, Qur'an zənni bir kitab deyil. Qur'andan başqa bütün kitablar zənnidir yəni. Burada da dərin analiz burada Allah inkarın metodunu açıqlayır. Bu elmi argument deyil, zənn üzərinə qurulmuş psixoloji mövqeyidir. Qur'anla mübahisə edənlərin problemi dəlil çatışmazlığı yox, düşüncə disiplinsizliyidir.
elmdə tutmur. Aydın nə demək istəyirəm? Yəni demək istədiyimiz söz bundan ibarətdir ki, baxdığımız zaman bunların ortaya dəlil gətirməsi məsələsi deyil. Gətirdikləri dəlilin özünün belə dəlil olub olmadığını, həqiqət olub olmadıqlarını özləri belə tam bilə bilmirlər. Amma Allah yəqin içərisində elm qoyur ortalığa. Yunus surəsi 37-ci ayə. Bu Quran Allahdan başqasına istinad edilərək uydurula bilməz. Açıqca وَمَا كَانَ هَذَا الْقُرْآنِ أَنْ يُفْتَرَى مِنْ دُونِ اللّٰهِ Allahdan başqasına uydurulması, Allahdan başqasına nisbət verilə bilməz deyir. Aydındır. Yəni bunun müəllifi, bunu uyduran, biraz bizdə bu söz səhv anlaşılır. Yəni ərsəyə gətirən, ortaya çıxardan, kəşf eləyən Allahdır yəni. Və lakin təsdiqəl-ləzi beynə yədeyh və o ortaya qoyulan o Qur'anın özündən öncəkinin təsdiqləyicisiləridir. Özündən əvvəl nə varsa hamısının nəyidir? Bu uydurulan kitab Allah tərəfindən təsdiqləyicisidir. Və təfsilil kitab, kitabın təfsilatıdır. Lə raybə fih, onda heç bir tərəddüd, şübhə yoxdur. Min Rabbil aləmin, aləmlərin elm, bilgi qabiliyyəti olan varlıqların, yəni bəşərin Rəbbindəndir deyə söz tamamlanmışdır. Burada dərin analiz. Bu ayə mərkəzi hökm ayəsidir. Allah burada qəti şəkildə bildirir. Qur'anın uydurma olması məntiqən mümkünsüzdür. Yəni Allahdan başqası tərəfindən uydurulması məntiqən mümkünsüzdür. Çünki o əvvəlki vəhiylərlə uyğunluq, daxili nizam və açıqlayıcı sistem təqdim edir. Bu fərdi zəka məhsulu ola bilməz. Bugün bir kitab yazan başqa bir kitabın fikirlərini çürütmək üçün yazır. Amma Qur'an elə bir kitabdır ki, özündən əvvəlki ilahi vəhyi çürütmək yox, onu daha da özündə gətirərək, argumentləri özünə yığaraq təsdiqləyir və daha da gücləndirən bir kitabdır yəni. Yunus surəsi 38. Bir adam düşünün, qoy belə deyim. Bir kitab yazmaq istəsə, məsələ insanları doğru yola dəvət etmək, pis işlərdən çəkindirmək və ən gözəl işləri görməyə, rəğbətləndirməyə əsaslanan bir kitab yazsa, və özündən əvvəl bu məsələyə əsaslanaraq, bu niyyətlə bütün kitab yazan adamların fikirlərini o kitaba gətirməli və təsdiqləməli və doğrulamalıdır. Sizcə belə bir kitab mümkündür? Kimsə bir bəşər yazsın. Nə qədər istəsə də haradasa kiminsə fikrindən ziddiyyət təşkil edəcəkdir. Bu yalnız İlahi vəhyin qaynağı tək Allah olduğuna görə Allah özü bir şeyin deyib başqa bir yerdə o dediyinin ziddinə söz deməz. Ona görə də Nisa surəsi 82-ci ayəsi ilə əgər Allahdan başqasına aid olsaydı, onda çoxlu ixtilaflar tapardılar deyə meydan oxuyur. Bilmirəm, bu üslubu başa düşdük ya, yox ki, yəni mümkün deyil ki, bir adam desin ki, mən də Qur'an kimi bir kitab gətirə bilərəm. Niyə? Çünki sən bir müəllifsən, sənin hansı, məsələn, hansı məsələyə dair olsun? Əxlaqi məsələyə, elmi, riyazi, nə bilim, yaradılışa, bitkiyə, hansı şeyə əsasən bir kitab yazsan, mütləq sənin yazdığın kitab sənin sayəndə digər kitab yazanın fikrindən ziddiyyət təşkil olunacaqdır. Amma biz baxırıq ki, insanlara hidayət etmək üçün, halalları və haramları bildirmək üçün, ümumi olaraq ilahi qanunlar qoyan kitablar, bu sahədə yazılan kitablarda heç birində görmədim ki, Allah məsələn, nə bu günləri təhrif edilmiş xristiyanlar olsun, hincillərində, nə yahudilərində biri görmədim ki, desinlər ki, bizim dinimizdə ana ilə evlənmək halal olubdur. Yəni onların ilahi kitablarında bunun təsdiqi yoxdur, isbatı yoxdur. Misal verdim, və yaxud da ki, başqa bir insan öldürmək nə vaxtsa halal olubdur. Və ya yəni baxarsınız, görəsiniz ki, heç bir Allah bir zaman bir şey, bir dənə ola bilər ki, kimsə irad gətirir, mənim sözümə irad kimi bildirər ki, məsələn, Allah Adəmin 2 evladını bacı qardaş, bu bunların uydurmasıdır. Nə Quran bunu təsdiqləmir, nə də təhrir edilməmiş, nə Tövrat və nə İncil bunu ortaya qoya bilməz ki, bacı qardaş evləndi. Bu bunların təhrif edilən ayətləridir. Zaten ilahi kitab yenilənmə səbəbi həqiqi kitabın təhrif olunması üzrə gəlir ki, qorunmanı bərpa eləsin deyə. Mövzumuz bu deyil. Davam edirəm. Buradan anladığımız məsələ nədir? Axırıncı ayəni oxuyaq. Yunus surəsi 38-ci ayətdə. Yoxsa onu uydurdu mu deyirlər. Əgər doğru deyirsinizsə, onun kimi bir surə gətirin və Allahdan başqa gücünüz çatan hər kəsi köməyə çağırın. Bu ayə hökmün praktik sınağıdır. Əvvəl məntiq qurulur 35-dən başlayaraq. Sonra iddia real
testə çıxarılır. Quran öz iddiasını gizlətmir. Əksinə açıq şəkildə belə deyək də sına deyir. Tarix isə cavabını verib ki, heç kim bacarmadı deyə. Yəni bütün tarixə baxsaq, heç kəs cəhd eləsə də bunun kimi bir surəni gətirib ortaya qoya bilmədilər. Mərkəzi ümumi bir nəticə alsaq, Yunus 35-dən 38-ci ayələri göstərir ki, Quran haqqı göstərir. Haqq yalnız Allah göstərə bilər. Bir. İkinci, inkar zənnə əsaslanır, dəlilə yox. Üçüncü, Quranın uydurma olması məntiqən mümkünsüzdür. Dördüncü, meydan oxumaq açıq ölçü ilə bilən və tarix qarşısında sınaqdan keçmişdir, yəni. Bunu görürük. Bu 4 ayə birlikdə Qur'an-ı Kərimin ilahi müəllifliyini rasional, sistemli və sınaq edilə bilən şəkildə ortaya qoyur. Bu sadəcə iman çağırışı deyil, ağla ünvanlanmış meydan oxumadır. Mənim sözüm bu qədər. Yəni bir adam diqqətlə otursun, dediyim bu Kavsar surəsi olsun, dediyimiz dəmir üzərindən çəkdiyimiz məsələ olsun və yaxud da ki, Yunus surəsinin 35 və 38-ci ayəsi olan pasajı bir yerə yığsın və ayətin 4-ünü bir baxsın, mən nə dediyimi başa düşəcəkdir ki, heç bir insanın belə bir kitab, sistemli bir kitabı ortaya qoyması mümkün deyil. Təbii ki, biz oturub əgər Qur'anın nizamı, quruluşu və ayətlərdəki məntiqləri, fikirləri bir-bir ələ alsaq, vallahi buna saatlar yetməz. Bu kitabın bir bəşər tərəfindən yazıldığını düşünmək insanın ağlına ziyandır, öz ağlına qarşı hörmətsizlikdir və düşünürəm ki, Quran da deyir ki, məgər onlar ağıllarını işlətmirlərmi? Onlar necə də az düşünürlər, onlar necə də az fikirləşirlər. Deyə Quranda bir də çox dəfə insanları düşünməyə, ağıllarını işlətməyə, hətta ağlını işlətməyən kəslərin Allah üzərinə iyrəncliyi qərar verdiyini açıq şəkildə bildirmişdir. Salam olsun hidayətə tabe olanlara.